Mənə ən çox şikayət gələn rayonlar içərisində Binəqədi hər zamanki kimi liderlik edir desəm, yalan olmaz bəlkə də. Demək olar ki, hər gün bu rayonda qanunsuz tikintilər, yolların qazılıb yararsız hala salınması və başqa özbaşınalıqlar barədə şikayətlərin işıqlandırılması xahişləri gəlir. Bugün isə Binəqədi rayonunun ərazisi sayılan Göradil, Novxanı və Fatmayı bağ massivindən şikayət daxil olub. Diqqətimi çəkən Xəzər sahilinin düz kənarlarında qanunsuz ev tikintisinə icazələrin verilməsidir. Bir neçə fotoları da fakt olaraq təqdim edən sakinlər dəniz sahilindən keçən magistral yolun düz kənarında hətta piyada səkisi qoyulmadan evlərin tikintisinə necə icazə verilməsini sual edirlər. Sakinlər bildirirlər ki, illərlə su basmış əraziləri zibillərlə doldurub satırlar. Bu ərazilərdə ev tikintisi tamamilə mümkünsüzdür. Vaxtilə bu ərazilər dənizin ləpə döyən hissəsi idi. Dəniz çəkildikdən sonra orada yeni yol çəkildi. Yol çəkildikdən bir qədər sonra icra hakimiyyəti bu əraziləri satmağa başladı. Sakinlər bildirir ki, torpaqların satışına və bütün tikinti icazələrinə şəxsən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev və müavini Hacı adlı şəxs baxır. Ərazi üzrə polis müfəttişləri də gəlib şirinlik alıb tikintiyə göz yumurlar. Mənim sualım Şəhərsalma və Arxitektura Komitəsinədir. Binəqədi icra hakimiyyətinin bu qanunsuzluğu etdiyini bütün ölkə görür, bəs siz görmürsünüz? Sakinlər deyirlər ki, çimərlik mövsümündə bu yol dəhşətli tıxac olur. Gələcəkdə dövlət bu yolu 1 metr genişləndirmək istəsə də almayacaq. Çünki yolun bir tərəfi kimlərəsə ev tikmək üçün, o biri tərəfi isə restoranlara satılıb. Məmməd Nağıyev adlı şikayətçi deyir ki, dəfələrlə yola birləşik ərazilərin zibillərlə doldurulub satılması və nəqliyyatın hərəkətinə əngəl yaradılması ilə bağlı aidiyyatı orqanlara yazdığımız şikayətlərə baxan və əlaqə saxlayan da olmayıb. Təsəvvür edin, bir nəfərin maşını yolda xarab olursa, kənara çəkib saxlamağa yer yoxdur. Aidiyyatı orqanların rəhbər şəxslərini dəvət edirik, günü sabah gəlsinlər Novxandakı Af otelin qarşısından düz Pirşağı qəsəbəsinə qədər baxsınlar, görsünlər Binəqədi icra hakimiyyəti necə özbaşınalıq edir. Bəlkə də özbaşınalıq deyil, onlara da Şəhərsalma Komitəsi deyir ki, icazə ver, tiksin. Hər şey ola bilər, amma biz də dəqiq bu məsələlərin başında kimin dayandığını anlamırıq və yaxud anlamaqda çətinlik çəkirik. Ümid etmirəm ki, bu söhbətdən sonra dövlət orqanları Xəzər sahillərində qanunsuz zəbt etmələrin və dəniz yataqlarının doldurulub satılmasının qarşısını alacaq, tikintiləri dayandıracaq. Çünki mənim bildiyimi onlar da bilirlər. Mənim bildiyim budur ki, 2100-cü ilə qədər Xəzərin sahilləri hələ xeyli uzaqlara çəkiləcək. Dənizin dərinliyinin cəmi 10 metr qalacağı da hətta proqnozlaşdırılır. Ona görə də harın və qudurğan, talancı və görməmiş məmurlar qollarınızı çirməliyib basın gedin dənizin üstünə. Necə ki bunu Sumqayıtda Zakir Fərəcov edir. O da orada dəniz sahili boyu bulvarda meşəni qırıb qutarıb və öz tikinti şirkətlərinin müzəffər hücumunu təşkil edərək Sumqayıtın ağciyərlərinə metastaz doldurub. Burada göstərdiklərim də Sumqayıt bulvarından görüntülərdir. Zakir Fərəcovun düdəmələri bulvarda ağacları özlərinə lazım olan hissələrdə qurudurlar ki, sonra onları rahatca kəsib yerində beton meşələri ucalda bilsinlər. Baxın, budur bu görməmiş tayfanın Azərbaycana ərmağan etdikləri. Bunların Xəlil Rza demişkən cəmdəklərinə min lənət olsun.